Deməli, həyat yoldaşını boşayıb, özündən 25 yaş cavan qız alan bir pasiyentimlə söhbət edirdim. Və mən ondan soruşanda ki, nəyə görə? Mənə bilirsiniz nə dedi? Dedi ki, siz qadınlar elə fikirləşirsiniz ki, biz gözəl bədən və yaxud da ki, yaxşı seks üçün dəyişirik həyat yoldaşımızı, ya boşayıb cavan qadına baxırıq. Əsla yox. Mənim deyir, həyat yoldaşım çox yaxşı qadın idi. Biz qadın deyildi, amma o həmişə yorğun idi. Haçan gəlsəm, yorğun, həvəssiz və enerjisiz. Və deyir, həmişə gələndə, həmişə fikirləşirdim ki, nəsə baş verib. Həmişə o narazı sifət, həmişə status üstündə nəyisə sübut eləməyə çalışan bir durumda olur. Həmişə mənim səhv olduğumu mənə izah etməyə, yəni başa salmağa çalışır. Mən isə deyir, sadəcə rahatlanmaq istəyirdim. Mən işdən yorğun gəlib, sadəcə gərilmək istəmirdim. Amma məndən 25 yaş cavan olan həmin qadın, o sadəcə mənim axmaq bir zarafatıma elə bərkdən gülür ki, və mənə toxunur ona görə yox ki, lazımdır toxumaq, prosto istəyir deyə toxunur və sevir deyə toxunur. Mən onun yanındadır özümü olduğum üçün, var olduğum üçün günahkar hiss eləmirəm. Təsəvvür edirsiniz bu sözü, var olduğum üçün günahkar hiss eləmirəm. O deyir, heç nə mənə sübut eləməyə çalışmır, status üstündə mübarizə eləmir və halsız, yorğun, həvəssiz və enerjisiz deyil. Əziz xadınlar, doğrudan da kişilər cavan qıza sırf bu səbəbdən gedir. Nə gözəlliyinə, nə bədəninə, nə seksual istəyinə, nə heç nəyə görə yox. Sadəcə onlar bu qədər yorğun, belə həyatla mübarizə aparmış, bezmiş, yorulmuş durumda olmurlar. Bunu nəzərə alın.